Zombie apocalypse. Salam Texnoklub izləyiciləri, bugün sizlərə Bloggerdə sayt yaratmağı göstərəcəm. İlk öncə deməliyəm ki, Blogger Google-a bağlı olduğundan Bloggerdə sayt yaratmaq üçün bir Gmail hesabımız olmalıdır, Google hesabımız olmalıdır. Mən öncədən Google hesabı açdığıma görə indi açmıram. Sizə ancaq Bloggerdə sayt yaratmağı göstərəcəm. İlk öncə Bloggerə giririk. Bloggerdə gördüyünüz kimi hələ Gmail hesabını açmamışam burada. Burada bloqunuzu oluşturun. Bura tıkladıktan sonra qarşınıza bu səhifə gəlir. Burada siz profili tamamlayırsınız. Mən tamamladım. Ondan sonra Bloggerə davam et deyirsiniz. Burada gördüğünüz kimi yazılır. Yeni blog. Blogunuzu şimdi düzəldin. Yeni bloga tıkladıktan sonra bura başlıq və adresi yazırsınız. İlk öncə məsələn kanalımızın adı olan Texnoklub yazarıq. Adresə isə elə adres yazmalıyıq ki, bu adres daha öncədən seçilməmiş olsun. Məsələn Texnoklub test site məsələn belə yazaq. Gördüyünüz kimi yazı bu blog adresi uyğundur. Buradan bir tema seçək. Mən bunu seçirəm. Test olduğu üçün, test site olduğu üçün bunu seçirəm. Sonra blogu oluştura tıklayır. Burada gördüyünüz kimi blogu yaradır. İlk öncə istəyirsə bu bloga baxa da bilərik. Məsələn, blogu görüntülə deyək. Gördüyünüz kimi blog belədir. Buradan blogdan məsələn gördüyünüz kimi kayıtlar, qeydlər məsələn bir yayın düzəldə bilərsiniz. Sonra səhifələr, yorumlar, kampanyalar da aça bilərsiniz. Qazancları daha sonra göstərəcəm. AdSense-dən bu saytı AdSense-yə bağladıqdan sonra qazana bilərik məsələn. Yəni mənim üçün belədir. Öz saytımı da, Texnoklub saytımı da burada göstərmişəm. Bunu da yəni hələ düzəldəcəm. Bitirməmişəm. Daha sonra da əlaqə səhifəsini yaratmağı da göstərəcəm. Gördüyünüz kimi mən yaratmışam əlaqə səhifəsi. Daha sonra burada yerləşim var, şablon var. Şablon yəni tema. Buradan məsələn tema yükləyə bilərik. Tema yükləmək üçün daha sonra videoları göstərəcəm tema yükləməyi. Gördüyünüz kimi buradan temalar seçə bilərik. Məsələn burada gördüyünüz temalar bunlardır. Buradan məsələn bunu seçək. Bunu seçdiyimizdə özəlləşdirə də bilərik. Bu bloqa uygula dediyimizdə bloqa bu tema yüklənir. Yükləndikdən sonra baxaq. Gördüyünüz kimi belədir. Sayt belədir. Daha sonra ayarlara gələr. Burada bugün ayarları göstərəcəm. Ayarlar buradan başlığı düzəldə bilərsiniz. Məsələn mən burada yazdığım kimi gördüyünüz kimi Texnoklub yazmışam. Buradan siz dəyişdirib dəyişikliklər qeyd edib qeyd edə bilərsiniz. Açıqlama əlavə edildiyiniz açıqlama burada göstərəcək. İstəyirsə siz əlavə edə bilərsiniz. Mən əlavə eləmirəm çox vaxt. Buradan HTTPS yönləndirməsi, yəni səhifənizin güvənli olması üçün lazımdır. Buradan bunu açmaq lazımdır. Mən özüm açıram həmişə. Gördüyünüz kimi özü birbaşa qeyd edir. Sonra buradan başqa bir blog yazarı da əlavə edə bilərsiniz. Bu yazar eklə deyərək. Sonra yayınlar. Buradan ana səhifədə neçə tam yayın göstərməsini düzəldə bilərsiniz. Sonra kayıt şablonu, bunu yerləşdirməyə də bilərsiniz. İstəyirsə yerləşdirin. Kimlər yorum yapa bilir, kimlər yorum əlavə edə bilərlər. Bunlar məsələn qeydiyyatdan keçmiş kullanıcılar edə bilərlər. Məsələn
Burada gördüğünüz kimi başka e-post var. Bura öz e-postanızı yazaraq sizə əlaqə saxlamağını kömək edə bilərsiniz. Dil və biçimləndirmədən məsələn, mən burada saatı dəyişdirim, Azərbaycan saat vereyim. Məsələn, bax bu. Buradan saat dəyişdirək. Dili dəyişdirə bilərsiniz. Burada Azərbaycan dili yoxdur, ona görə mən türkçədən istifadə edirəm. Bunun ayarları kayd etdik. Arama tərcihləri. Buranı əlləməyin, dəyməyin bura. Bu ayarlar bu qədər. Siz Analytics kodda alaraq yükləyə bilərsiniz. Analytics kodunu saytlara. Bugünlük dərsim bu qədər. Daha sonraki dərslərdə tema yükləməyi göstərəcəm. Yeni yayın düzəltməyi göstərəcəm. Kanala abunə olmağı unutmayın. Kanalda çıxan reklamlara da tıklayaraq bizə dəstək ola bilərsiniz. Sağ olun.